Hər vaxtınız xeyir, Polit FM-in izləyiciləri, xoş gördük sizi. Maraqlı gündəm var. Hər gün, hər saat demək olar ki, siyasətin gündəmi dəyişir. Yeni mövzular çıxır ortaya və bu yeni mövzuların ortaya çıxması əlbəttə ki, insanları təəccübləndirir. İnsanları, demək olar, yeni sualların qarşısında aciz qoyur. Biz də məcburuq ki, neyniyək bu məsələləri gözdən keçirdək, bu məsələləri özümüz üçün müzakirə eləyək, təhlil eləyək, əlbəttə sizinlə də bölüşək. Ona görə də bugün qoyduğumuz başlıq da belədir ki, Azərbaycanın bir nömrəli problemi nədir və Trumpdan niyə əl çəkmək lazımdır? Yəni, Azərbaycanda və yaxud bu Trumpı gündəmdə saxlayan insanlar niyə bu Trumpa biraz nəfəs almağa imkan verməlidirlər? Deməli, məsələ belədir. Bizim üçün əslində elə də qəliz bir şey baş vermir. Yəni, nəyə görə qəliz bir şey baş vermir? Çünki dünya siyasəti haqqında uzun zamandır yazırlar və deyirlər ki, yeni dünya düzəni formalaşmalıdır, yeni siyasət dəyərləri formalaşmalıdır. Buna görə də siyasətçilər, geopolitiklər, bunlar özləri öz aləmlərində yeni konfigurasiyalar haqqında yazırlar, pozurlar, amma niyəsə həm də bu prosesdən yazanda, danışanda köhnəliyin dağılmasından dərin bir narahatlıq hissi keçirdirlər ki, yəni köhnəlik dağıla bilər. Bu da bizə problem olar. Tutaq ki, Amerikada bir siyasi silkələnmə baş verib, yeni bir administrasiya gəlib və bu Amerikadakı administrasiya ilə bağlı təhlillər qiyamət günü təhlillərini xatırladır. Amerikada Trump hakimiyyətə gəlib, Musk dövlət strukturlarını dağıdır və s. Və bu qiyamət günü təhlilləridir sanki. Belə 21 dekabr xatırlayırsınız, 2012-ci il idi, səhv eləmirəmsə, belə bir tarix vardı. Deyirdilər ki, dünya dağılacaq, hamı gedib şam alırdı. Belə bir ifariya var idi ki, işıqlar sönəcək, bütün dünyada elektrik olmayacaq, şam yandırmaq lazım olacaq. Yəni, dünya dağılacaq, amma gedib şam alırdılar. Bu Trump ətrafındakı təhlillər də bunu göstərir ki, sanki dünyanın axırıdır, nətərsə xilas olmaq lazımdır və bu xilas olmağın qarşısını kəsən də Amerikanın administrasiyasıdır. Əlbəttə, ilk baxışdan və səthi olaraq baş verənlər çox çaşdırıcıdır. Çaşdırıcılıq ondan ibarətdir ki, uzun illərdir, 2-ci Dünya müharibəsindən sonra soyuq müharibə ilə başlayan ziddiyyətdə Rusiya-Amerika münasibətləri daima ziddiyyətləri davam edib və Yeltsin-Clinton dövründə bir qədər yumşalıb, sonradan yenə bu münasibətlər, ziddiyyətlər dövrünə keçib və indi Ukrayna müharibəsində kəskin antagonist münasibətlərdə olan Amerika və Rusiya qəflətən eyni mövqeyə keçiblər. Yəni, Amerikanın administrasiyası Rusiyanın mövqeyindən yaxın mövqedən çıxış edir. Bu da nədən ibarətdir? Hesab edir ki, sülh olmalıdır, müharibə olmalıdır. Putinin ünvanına Trump bir-iki yumuşaq ifadələr işlədib, xoş ifadələr işlədib. Əlbəttə, onu ağıllı siyasətçi adlandırıb və s. Qərbdə belə siyasətçilər olublar vaxtında, amma müharibənin əlbəttə müşahiyyətində bu fikirləri səsləndirmək son dərəcə çaşqınlıq yaradıcıdır. Amma mən düşünürəm ki, bu mövzular bizim üçün bir nömrəli mövzu olmalı deyil. Ona görə də söhbəti burada kəsirəm və keçirəm bizim üçün bir nömrəli ola biləcək mövzulara. Əziz dostlar, yayımı bəyənin, paylaşın, səhifəyə abunə olun, səhifəni paylaşın, səhifədən bu yayımı bəyənin, paylaşın ki, daha çox insan görsün, daha çox insan izləyə bilsin. Çünki bizim doğrudan da tirajımızın artması üçün bu çox vacibdir ki, bizi daha çox insan izləsin, daha çox insan bizim həqiqətlərimizdən xəbər tutsun. Bu çox vacibdir. Yəni, bu bizə verəcəyiniz ən böyük dəstəkdir. Yəni, bundan yuxarı dəstək biz sizdən istəmirik. Sizdən istəyəcəyimiz ən böyük dəstək kanala abunə olmaqdır, səhifəyə abunə olmaqdır, onun məlumatlarını bəyənməkdir, paylaşmaqdır. Özünüz də səhifəyə baxsanız görəcəksiniz ki, gündəmin ən aktual məsələləri ilə bağlı
səhifədə materiallar var, bizim Telegram kanalımız var, Facebook səhifəmiz var və bu Polit FM könüllülərin idarə elədiyi və sizin xidmətinizdə olan bir, belə deyək, xəbər portalıdır. Bir neçə sosial şəbəkə hesabından sizə xəbərləri çatdırır. Sizin isə dəstəyiniz olsun ki, onu bəyənin və paylaşın. Bugün bir statistika paylaşılıb və həmin statistikada göstərilir ki, Azərbaycanda kişilərin 50%-dən çoxu pensiya yaşına çatmadan dünyasını dəyişir. Yəni, Azərbaycanda çalışan, zəhmət çəkən, əli qabarlı, beli bükülən kişilərin 50%-dən çoxu, yarıdan çoxu pensiya yaşına çatmadan dünyasını dəyişir. Bu, çox dəhşətli bir rəqəmdir, çox qorxulu bir rəqəmdir. Sizə bunu deyim ki, deməli, ötən illərdə bu rəqəm 40%-in üstündə idi, indi 50%-i keçibdir. Deməli, ölüm faizi də artıb. Bu günlərdə məlum oldu ki, Azərbaycanda yeni doğulan uşaqların ölüm faizi yüksəlib. 1 yaşından 5 yaşına qədər olan uşaqların ölüm faizi yüksəlib. Yəni, ardıcıl şəkildə hər 1000 nəfərə düşən ölüm sayı yüksəlib. Yəni, ölkə faktiki yaşanmaz bir hala gəlib çatıb. Yəni, fiziki cəhətdən yaşanmaz bir hala gəlib çatıb. Əvvəl mənəvi cəhətdən, siyasi baxımdan yaşamaq mümkün deyildi. İndi fiziki baxımdan bu ölkədə yaşamaq mümkün deyil. Yəni, bu məsələ o qədər ciddi bir mövzudur ki, bunun ətrafında müzakirə açmadan Azərbaycanda ictimai-siyasi proseslər haqqında hansısa formada bir təhlil irəli sürmək çox çətin olar. Yəni, bizim bir nömrəli məsələmiz bu olmalıdır ki, Azərbaycanda artıq fiziki cəhətdən insanlar yaşaya və yaşlana bilmirlər. Əmək fəaliyyəti ilə məşğul olan insanların, kişilərin 50%-dən çoxu, təsəvvür edin, pensiya ala bilmədən dünyasını dəyişir. İşləyir, çalışır, vuruşur və rahat nəfəs ala bilmədən, hələ o pensiyadan rahat nəfəs almaq mümkün deyil, bu ayrı məsələdir. Bugün mən Bakının mərkəzində, Nizami metrosu ətrafında bir şikayətçinin çağırışı ilə getdim və gördüm ki, bir binanı, 5 mərtəbəli bir binanı uçurdub, tökürlər həyət evlərin üstünə. Təsəvvür edirsiniz. Fövqəladə Hallar Nazirliyinin qərarı var. Fövqəladə Hallar Nazirliyinin orada söküntünü dayandırmaq haqqında qərarı var. Ancaq o qərara məhəl qoyan yoxdur. Bu qərara məhəl qoymadan söküb binanı tökürlər əhalinin üstünə, başına. Orada vətəndaşlar, nə bilim, özləri texniki qurğular qoyublar ki, o uçub evin üstünə tökülən uçqunu çəksinlər ki, əlbə onu da məhdudlaşdırıblar. Yəni, adamın başına daş yağır göydən, vətəndaşın göydən başına daş yağır və ölkənin nazirliyi, bu işə məsul olan nazirlik qadağa qoyub ki, orada söküntü dayanmalıdır, amma dayandırmırlar. Yəni, bu söküntünü aparan o nazirlikdən çox yuxarı strukturlardır. Yəni, bu ikinci ən böyük problemdir. Adamların mülkiyyət hüququ pozulur, məhkəmə qərarları vecinə alan yoxdur. Bu ikinci ən böyük məsələ. Üçüncü Azərbaycan üçün ən böyük məsələ bu dəqiqə ölkədə suyun qiymətini də qaldırmağa çalışırlar. Qazın və işığın qiyməti Azərbaycan insanının gəlirinin qiymətinə fantastik bahadır. İnternetin qiyməti fantastik bahadır. İndi siz təsəvvür edin, əziz tamaşaçılar, əziz izləyicilər. Bu məsələlərlə bağlı, hələ siyasi tərəfini demirəm, mülkiyyət məsələləri ilə bağlı, bu tarif məsələləri ilə bağlı məhkəməyə müraciət edən heç kimin işinə baxılmır. Və məhkəmə Azərbaycanda hələ vətəndaşın xeyrinə bir dənə qərar çıxartmayıbdır. Yəni, sözümün canı nədir? Qısaca deyim sizə. Bugün Azərbaycanda insanların ən böyük problemi, ölkənin bir nömrəli problemi ədalət məsələsidir. İlk növbədə sosial ədalət məsələsidir. Təsəvvür edin, uşaq pulu məsələsi müxalifətin dilindən səsləndi deyə ölkədə bəzi yaramaz qruplar da, buna başqa ad vermək mümkün deyil. Başladılar ki, nə bilim, uşaq pulu filan ölkədə verilir, bəhmən ölkədə verilmir. Filan yerdə ona görə verilir ki, vəziyyət belədir. Bəhmən yerdə ona görə verilir ki, vəziyyət belədir. Və məlum olur ki, ölkədə 3 milyona yaxın rəsmi işsiz var. Bu nə deməkdir? Ölkədə faktiki işsizlik, işləyən insanın, əmək qabiliyyətli insanların 50%-nə yaxın işsizlik var.
Və siz düşünün ki, nə qədər insan rayonlardan köçüb gəlib Bakı ətrafına, orada yaşayırlar və onların uşaqları məktəbə gedə bilmirlər, çünki rayon məktəblərində qeydiyyatdadırlar, məktəbə gedə bilmirlər. Və bu dolanışığın, yəni yoxsulluq həddindən aşağıda insanlar qidalanırlar, geyinirlər və bu məsələni dövlət prioritetinə salmır, yəni uşaq pulu vermək istəmir, heç bu haqda da düşünmür. Budur ölkənin bir nömrəli problemi. Budur. Yəni Azərbaycanda uşaqların protein qəbul edə bilməməsi, normal qidalana bilməməsi, normal geyinə bilməməsi, məktəblilər arasında bu diskomfortun ortaya çıxması, varlılar və kasıblar zümrəsinin yaranması. Bax, ölkənin bir nömrəli problemi budur. Böyük sosial uçurum. Böyük sosial uçurumdur ölkənin bir nömrəli problemi. Ədalətsizlikdən doğan böyük sosial uçurum. Siz təsəvvür eləyin, Azərbaycanda məhkəmələr o qədər dəhşətli dərəcədə harınlamış bir şəkildə, harınlamış bir formada qərar qəbul edirlər ki, əlbəttə bu işin siyasi tərəfi də var deyə insanlara bizim bunu işıqlandırmağımız təəccüblü gələ bilər. Amma bir hakim 150 ailəni dolandırmış, 150 ailəni aldatmış bir xuliqanı sərbəst iddiaçı buraxıb. 150 ailə evsiz qalıb bir adamın fırıldaqçılığına görə. Hakim onu buraxır azadlığa. O biri tərəfdən isə günahsız insanları türməyə göndərir. Yəni, ədalət yoxdur bu cəhənnəm. Ədalətsizlik isə insanların yaşamasına demək olar ki, imkan vermir. Ədalətsizlik isə insanları demək olar ki, boğur. Ölkənin ən əsas problemi budur, mən düşünürəm ki. Yəni, bu ədalətsizlik məsələsinin qurbanları ayrı-ayrı rayonlarda, ayrı-ayrı şəhərlərdə 1, 2, 3, 5 adam deyil. Bu qurbanlar kütləvidir. Bu ədalətsizliyin qurbanları kütləvidir. Yəni, bunlar 5-10 adam deyil ki, belə danışasan, deyəsən ki, bu 5-10 adamda bu niyə həll olunmur. Məsəl üçün, Qarabağ qaziləri ilə bağlı məsələ. Qarabağ qaziləri ilə bağlı məsələ ölkənin bir nömrəli məsələsidir. Həm mənəvi baxımdan, həm sosial baxımdan. Amma dövlət bu işlə məşğul deyil. Dövlət vətəndaşı çağırır, onu müharibəyə göndərir, deyir, get döyüş, həyatını ver, qolunu ver, qıçını ver, gözünü ver, sağlamlığını ver. O da gedir, döyüşür, həyatını verir, qolun verir, qıçın verir, sağlamlığını verir, gözlərini verir, gəlir və dövlət deyir ki, yox, mən sənin işinlə məşğul olmuram, sənin işindən Yaşad fondu məşğul olur. Və sən nə edirsən? Mən Şuşada otel tikirəm, mən Laçında otel tikirəm, mən isti su zavodu tikirəm, sanatoriyalar tikirəm, mən bu işlə məşğul deyiləm. Məşğul olan bu işlə Yaşad fondudur. Axı, məni döyüşə Yaşad fondu çağırmayıb. Sən çağırıbsan məni döyüşə. Sən mənə göndəriş göndərimsən, sən çağırış eləmirsən, demirsən vətən dardadır, mən də gəlmişəm. İndi mən Yaşad fonduna gedim, nə deyim? Yaşad fondu orada seleksiya eləyir. Bəzən elə şeylər çıxıb ortaya, indi bunu biz faktlarını təqdim eləməyə çalışacağıq. Bir müalicə üçün adamı heç sadəcə aparıb müayinə eləyiblər, gətiriblər, milyonlarla pul seyirlər. Bir qazinin adından ki, onu apardıq, müalicə elədik, gətirdik. Halbuki heç adam düzəməlli müalicə də olunmur. Yəni, o da çox ciddi maxinasiya yerinə çevrilir. Çox ciddi korrupsiya yerinə çevrilibdir. Məncə, ölkənin ən ciddi problemləri budur. Bunlardan yazmaq, buralardan danışmaq lazımdır. Bir qazini çağırıb deyirlər ki, sənə vəzifə verək, gedib başqa qazinin problemindən danışma, şəhid aləminin problemindən danışma. Gəl sənə Sosial Müdafiə Nazirliyində vəzifə verək, bura insanlar şikayətə gələndə çıx denən ki, mən qaziyəm, sən hara şikayət edirsən? Mən çıxıram sənin qabağına, onları qarşıla, dırnaq içərisində yola sal. Yəni, bu açıq-aşkar vətəndaş qarşıdurmasına sürükləmək deyilmi? Yəni, insanları qarşı-qarşıya qoymaq deyilmi? Qarabağ qazilərini gözdən salmaq deyilmi? Bir vətəndaş gedib öz dərdini bir nazirliyə deyəndə, bir Qarabağ qazisi çıxıb onun acılayanda, ona nə bilim təhqiramiz söz deyəndə,
onu oradan qovanda, o Qarabağ qazisi, Qarabağ qaziliyi, vətən uğrunda döyüşmək, qəhrəmanlıq gözdən düşməyəcəkmi? Düşəcək. Hökumət nə istəyir? Hökumət də bunu istəyir. Hökumət istəyir ki, o dəyərlər gözdən düşsün. Hökumət istəyir ki, o dəyərlər vətəndaşların gözündə ucuz olsun. Qazilər geçsinlər, dövlət orqanlarının qullarına çevrilsinlər. Bunlar yuxarı mərtəbələrdə rahat otursunlar. Qəbul şöbələrində isə qazilər, vəzifə almış qazilər çıxsınlar, vətəndaşlarının yola salsınlar. Desinlər ki, bir də bu qapıya gəlməyin. Biz vətən uğrunda döyüşmüşük, indi də burada keşik çəkirik. Bu siyasəti yürüdürlər. Ölkənin bir nömrəli problemi budur. Halbuki bu ölkədə qazilərə vahid nəqliyyat kartı verilmədi. Onların vahid müalicə kartı verilmədi. Qazilərin, şəhid ailələrinə müalicə kartı verilmədi. Onlara ölkənin bütün istiqamətlərinə vahid nəqliyyat kartı verilmədi. Niyə bu ölkə şəhid ailəsinin, qazisinin nəqliyyatını təmin edə bilmir? Onların müalicəsini təmin edə bilmir? Onlara bir kart versin, müalicə kartı. Geçsinlər ölkənin bütün xəstəxanalarında müalicə oluna bilsinlər, dövlət də onu qarşılasın. Bunu eləmək çox çətindir. Bunu eləmək korrupsioner bir icra başçısından dövlətin hüquq mühafizə orqanlarının bir əməliyyatda götürdüyü pulun qiyməti qədərdir. Amma bunu eləmirlər. Eləmək fikirləri də yoxdur. Ona görə ki, görünür ki, biz bunu ardıcıl tələb eləmirik. Məncə, bizim ən ciddi problemimiz budur. Bir nömrəli problemimiz budur. Yəni, ümumiləşdirsək, Azərbaycan vətəndaşını, Azərbaycan siyasətçisini, Azərbaycan ictimai xadimini bir nömrəli problemi ölkədə tüğyan eləyən, baş qaldıran sosial, siyasi və hüquqi ədalətsizlikdir. İlk növbədə sosial ədalətsizlik və hüquq ədalətsizliyi. Vətəndaşların gün axşama kimi işləyib qarnını doyura bilməməsi, məhkəmələrin ağına, bozuna baxmadan insanları məhkum eləməsi. Məmur özbaşınalığı, polis özbaşınalığı. Yəni, ölkənin bir nömrəli problemi budur. İnsanlar bundan yazmalı, bundan danışmalıdırlar. Bu məsələnin üstünə düşmək lazımdır. Yox, əgər dünyanın bir tərəfində Amerikada Trump, nə eləyəcək, nə iş görəcək, əlbəttə bu hansısa problemdir. Hansısa formada bir problemdir bu. Ancaq bu bizim bir nömrəli məsələmiz deyil. Bizim bir nömrəli məsələmiz vətəndaşımızı ayırtmaq, vətəndaşımızı siyasiləşdirmək, vətəndaşımızı siyasətin gündəminə məşğul eləməkdir. Vətəndaşlarımızı inandırmaqdır ki, onun həyatı öz əlindədir. Hansısa uzaq bir ölkədə deyil onun taleyi, onun öz əlindədir. Özü öz taleyinə sahib çıxsa bir tərəfə çıxacaq, vətəndaşı buna inandırmaq lazımdır. Buna inandırsaq insanımızı, siyasətimizi bu istiqamətdə aparsaq, təbliğatımızı bu istiqamətdə aparsaq, əlbəttə biz nəticəyə nail olacağıq şübhəsiz. Ancaq və lakin biz bütün işimizi, gücümüzü sərf eləsək ki, dünyada nə baş verir? Və Trump indi dünən dediyinin əksini deyir. Bir gün deyirdi ki, Ukraynaya sülhə hazır deyil. İndi deyir ki, Rusiyaya mən sanksiya qoyacam. Sanksiyaları qüvvətləndirəcəm. Rusiya döyüş meydanında təcavüzkarlıq eləyir, şiddətə əl atır. Eyni adamdır. Əgər doğrudan da bu adamı proqnozlaşdırmaq mümkün deyilsə, onda bütün enerjini pulun proqnozlaşdırmağına qoymağın nə mənası var ki? O zaman biz öz işimizlə məşğul olmalıyıq və o da öz işi ilə məşğul olmalıdır. Ölkənin 400-ə yaxın siyasi məhbusu var. Minə xanım, çox sağ olun. Bax, xatırlatdınız bunu. Siyasi ədalətsizliyin, hüquq ədalətsizliyin ortaya qoyduğu məsələdir. Biz bu işlə məşğul olmalıyıq. Sabah ölkədə 8 martdır. Hər il bu ölkədə 8 mart günü aksiyalar olurdu. Qadın hüquqları ilə bağlı aksiyalar olurdu. Bugün 8 mart aksiyası keçirdən adamların hamısı həbsdədir. Hamısı. O adamların hamısı həbsdədir. Demək olar ki, çox az bir qismi azadlıqdadır. Təhkiratçılar, şüarslar, əksəriyyəti həbsdədir. Və bu əslində bizə çox şey deyir. Biz bundan ayıq olmalıyıq, başa düşməliyik ki, bu ölkə hara gedir. Bugün bu ölkədə qadın hüquqları ilə bağlı mübarizə aparan bir adam azadlıqda deyil. Hamısı içərdədir. Ya da ölkəni tərk edib.
Təsəvvür edirsiniz bu nə demək? Sovet dövründə heç belə olmuyor be. Sovet dövründə belə olmuyor. Yəni bir zümrəni tamamilə siyasət və ictimaiyyət səhnəsindən silmək, mediadan silmək. Hökumət bunu eləyib, başa çatdırıb. Hökumət bunu başa çatdırıb. Yəni bu bizim bir nömrəli problemimiz olmalıdır. Mən düşünürəm ki, bu bizim əsas problemimiz olmalıdır. Əlbəttə, xarici siyasətlə bağlı ölkə üçün önəmli mövzular olanda buna toxunmaq lazımdır. Buna toxunmaq lazımdır. Bizim üçün, region üçün önəmli olan məsələlərə toxunmaq lazımdır. Amma bizim taleyimizə dəxli olan ən ciddi məsələ, bizim taleyimizlə bağlı olan ən ciddi məsələ bizim vətəndaşın probleminə verdiyimiz reaksiyadır. Bizim ölkənin problemlərinə göstərdiyimiz diqqətdir. Bu çox ciddidir. Bu ən önəmli məsələdir. Yəni, bu baxımdan əziz dostlar, əzizlərim, mən düşünürəm ki, biz bir çox hallarda taktiki olaraq yanlışlığa yol veririk. O yanlışlıq nədir? O yanlışlıq da odur ki, biz düşünürük ki, bizim taleyimiz haradasa çox uzaqda həll olunacaq. Əlbəttə, o hadisələrin bizim taleyimizə dəxil olacaq, təsir olacaq. Əziz dostlar, yayımı bəyənin, paylaşın. Bəyənin, paylaşın, qruplarda paylaşın ki, daha çox insan görsün, izləsin. Ukraynada baş verənlərin bizim taleyimizə dəxli varmı? Var. Rusiyanın zəifləməsinin bizim taleyimizə dəxli varmı? Var. Qərbin bir cəbhədə birləşməsinin bizim taleyimizə müsbət mənada dəxli varmı? Var. Əlbəttə var. Amma bunların heç biri bir nömrəli deyil. Bunlar köməkçi faktorlardır. Həlledici faktor isə bizim Azərbaycan ictimaiyyəti içərisində necə iş aparmağımızdır. Bizim Azərbaycan cəmiyyəti arasında necə iş aparmağımızdır. Bu həlledici faktordur. Və mən düşünürəm ki, biz bunu ölkənin bir nömrəli məsələsinə, siyasətin bir nömrəli məsələsinə çevirənə qədər bizim ictimaiyyətdə, siyasətdə problemlərimiz olacaq. Və o problemlər nədir? Vətəndaş cəmiyyəti ilə, vətəndaşlarla ünsiyyətimizdə, yəni siyasi mənada ünsiyyətimizdə olacaq problem. Bugün əlbəttə media sıxışdırılıbdır, sıradan çıxarılıbdır. Yoxdur ölkədə azad media, peşəkar fəaliyyət göstərən media. Amma vətəndaşlar sosial şəbəkə hesablarından videoları çəkməlidirlər, yazılar yazmalıdırlar, paylaşmalıdırlar problemləri. Yəni bu elə bir proses olmalıdır ki, hökumət medianı sıradan çıxartdığına görə sevinməməlidir, düşünməməlidir ki, mənim bu siyasətim alındı. Bu belə olmalı deyil. Əksinə hökumət düşünməlidir ki, mən səhv elədim. Əvvəl bir tribuna bunu yazırdı, bunu 3000-5000 adam baxırdı. İndi 10.000, 20.000 adam bunu çəkir, paylaşır, yazır və daha çox 100.000 adam baxır. 100.000lərlə insan baxır, izləyir. Salam olsun hər kəsə və proqrama, yayıma sonradan qoşulanlara da. Və mən bu baxımdan düşünürəm ki, bizim ölkəmizin bir nömrəli problemi daxili, sosial, siyasi ədalət məsələsidir. Xarici siyasət məsələləri önəmlidir, amma bir nömrəli məsələ deyil. Hətta bəzən 2 nömrəli məsələ də deyil. 3 və ya 4-cü məsələdir. Çünki bu məsələlər bizim xalqımızı özünün taleyi ilə məşğul olmaqdan da biraz kənarda saxlayır, mən düşünürəm ki. Yəni, ümidli oluruq ki, Ukraynada baş verənlər bizim taleyimizi dəyişəcək. Ümidli oluruq ki, Rusiyaya qarşı sanksiyaları taleyimizi dəyişəcək. Ay, nə bilim, filan şey olacaq. Sonra, sabahsı gün bununla bağlı hansısa bir negativ proses başlayanda tamam əhval-ruhiyyədən düşürük ki, gördünüz, biz deyən olmadı. Əslində isə bizim taleyimiz oralarda həll olunmur. Oralarda baş verənlər önəmli hadisələrdir, amma bizim taleyimiz daha çox bizim əlimizdədir. Bizim taleyimiz bizim fəaliyyətimizlə bağlı, belə deyək, dəyişə bilər. Biz öz taleyimizlə bağlı hansı qaydaları qəbul edirik, necə iş aparırıq, necə ciddi yanaşırıq. Yəni, bu çox önəmli məsələdir. Və düşünürəm ki, biz məsələləri sıralayanda, ölkə üçün önəmli məsələləri sıralayanda düşünməliyik ki, burada birinci növbədə ölkənin daxilindəki sosial, siyasi, hüquqi ədalətsizlikdir. Onu gündəmə gətirməliyik. Qonşumuzda birinin növünü sökürlər, ona kömək eləməliyik. Mənzil İstismar İdarəsi bir hüquqsuzluq eləyir, ondan ziyan çəkənlərə kömək eləməliyik. Zibil atılmır, ona kömək eləməliyik. Məhkəmə birinin haqqını pozur, ona kömək eləməliyik. Yəni, bizim əsas işimiz insanlara belə kömək eləmək olmalıdır. Bunu yazmaq, yaymaq, ictimailəşdirmək.
Yəni buna siz bütövlükdə hakimiyyətlə mübarizə kontekstində baxa da bilərsiniz, baxmaya da bilərsiniz. Amma insan hüquqlarının sosial mənada, siyasi mənada müdafiəsi nəhayət cəmiyyətin fəallaşmağına gətirib çıxardır. Cəmiyyət yalnız belə fəallaşır. Cəmiyyət yalnız öz fəaliyyətinin nəticəsini görəndə fəallaşır. Fəaliyyətin nəticəsini görmək üçün isə biz meydanda olmalıyıq, ortada olmalıyıq, insanlara dəstək verməliyik. Bu çox önəmlidir. Yəni, biz əgər gedib bir şeyi istəməsək, onu bizə verərlərmi? Verməzlər. Bunu əvvəlcə istəmək lazımdır. Və ictimai məsələdə istəməyin qaydası aydın da ortadadır. Biz etirazlar edirik, narazılığımızı bildiririk, yazırıq, tələb edirik. Hüquq müstəvisində, sosial şəbəkədə, əlimiz çatan mediada və s. Yəni, bu yalnız və yalnız bizim cəmiyyətin siyasiləşməsinə gətirib çıxardacaq. Yəni, cəmiyyət dediyimiz şey, hörmətli Xəyyam bəy, bizdən kənarda deyil, bizim özümüzük. Yəni, cəmiyyət dediyimiz şey bizik elə. Yəni, bizim ətrafımızdakı insanların passivliyinin bir mənada məsuliyyəti də az da olsa bizim üstümüzə düşür. İndi biz biraz aktiv insanlarıq deyə o məsuliyyət tam bizim üzərimizə düşmür. Amma daha çox cəmiyyət bizim rezonansımızla, biz yaxınımıza nə ötürürük, o öz yaxınına ötürür və s. Belə məsələlər genişlənir. Bax, burada sir ondadır. Yəni, biz birdən-birə düşünməməliyik ki, sosial məsələlərdən danışacağıq, yazacağıq, bu milyonlara gedib çatacaq. Bu işdə ardıcıl olmaq lazımdır, bu işdə dayanmadan yazmaq lazımdır, dayanmadan tələb eləmək lazımdır ki, bu rezonans qaydasında gedib kütlələrin, belə deyək, ucu nöqtəsinə qədər çıxa bilsin. Bu çox ciddi məsələdir. Yəni, bunu biz ciddiyə almaqla yalnız vəziyyəti xilas edə bilərik, əziz dostlar. Mən düşünürəm ki, fikrimi sizə ifadə edə bildim. Əgər məndən razısınızsa, son dəfə yenə bu yayımı bəyənin, paylaşın. Şərh bölməsinə fikirlərinizi mütləq yazın. Şərhləriniz nə qədər geniş olsa, o qədər yayımın yayılmasına dəstək vermiş olarsınız. Və bayaq dediyim kimi, sizin bizə yeganə dəstəyiniz və bizim sizdən umduğumuz yeganə dəstək kanala abunə olmaq, səhifəyə abunə olmaq, səhifədən yazıları paylaşmaq və bəyənməkdir. Gecəniz xeyrə qalsın, tezliklə görüşənə qədər.